Gəl başlayaq çox maraqlı bir məlumatla. Bax, kişilərin çoxunun o ideal saydığı həddindən artıq əzələli bədən tipi var ha. Sən göndərən mənbələrdən birində bir sorğu var idi. Deyir, qadınların təxminən 79% üçün heç də o qədər cəlbedici deyilmiş. Daha çox normal atletik görünüşü bəyənirlər. Hə, o məsələ. Çox yayılmış bir yanlış anlaşılmadı əslində. Elədir. Yaxud ayrılarkən o klassik sözlər. Səni hələ də sevirəm, amma... Deyir, bunlar çox vaxt sadəcə, necə deyim, formal sözlər imiş. Bəli, qarşı durmadan yayınmaq üçün bir növ, özünü pis hiss etməmək üçün. Aynən. Bugün bax bu, sənin üçün topladığımız materiallar əsasında münasibətlərin bu qəliz, bəzən də ağrılı tərəflərinə biraz daha dərindən baxacağıq. Məqsəd də odur ki, bu ümumi suallara, yaşanan çətinliklərə fərqli bir prizmadan yanaşaq, mənbələrin işığında. Gəl ilə başlayaq bu ayrılıq klişələrindən. Problem səndə deyil, məndədir və ya ağlımda bitirdim, amma qəlbimdə hələ də varsan. Hə, bunlar klassikadır artıq. Göndərdiyim məqalələrdə də vurğulanır ki, bu çox vaxt birbaşa yox deməkdən çəkinməkdir. Yəni, qarşı tərəfin reaksiyasından qorxmaq. Tamamilə, öz narahatlığını azaltmaqdır. Əsas məqsəd, qarşı tərəfi qorumaqdan çox. Buna görə də oradan bir ümid gözləmək, mənasızdır. Bəli, boşuna yəni. Və maraqlı bir psixoloji məqam da var. Mənbələr göstərir ki, ayrılan tərəf, yəni qərar verən tərəf, adətən bir müddət sonra rahatlayır. Çünki o yükdən azad olur. Aydındır. Amma tərk edilən üçün vəziyyət başqadır. Xüsusilə də gedib onun sosial media hesablarını izləmək. Bu, özünə zəhər vermək kimidir. Kimləndir, nə edir? Çox pis vəziyyətdir. Materiallarda ən sağlam yanaşma kimi qeyd olunan budur. Çalışmaq o insan heç olmamış kimi davranmaq. Və xüsusilə, sosial mediadan tamamilə uzaq durmaq. O dövrdə özünə edə biləcəyin ən böyük yaxşılıq budur. Bəs ilk görüşdən sonra o məşhur dost qalaq təklifi, bu nə deməkdir əslində? Hə, o da ayrı bir mövzu. Materiallara görə bu böyük ehtimalla səndən xoşum gəlmədi, amma üzünə deməyə çəkinirəm deməkdir. Çox vaxt elədir, bəli. Nəzakətli rəddi cavabı kimi bir şey. Və mənbələrdə xüsusi vurğulanır ki, görüşdən sonra heç vaxt soruşma ki, görüş necə keçdi. Bu, özünə inamsızlıq kimi görünə bilər. Elədir, ümumiyyətlə münasibətlərdə təkcə bu birbaşa ünsiyyət deyil, xarici təzyiqlər də çox rol oynayır. Məsələn, sosial media. Hə, o şəkil paylaşmaq məsələsi. Bax, görürəm sənin üçün də maraqlı olub, göndərdiyim materiallarda buna xeyli yer ayrılıb. Yeni başlayanda biri paylaşmaq istəyir, o biri yox, narazılıq yaranır. Bəli, bəli. Amma araşdırmalar göstərir ki, məsələn, 3 aylıq bir münasibəti dərhal sosial mediada elan etməmək əslində heç də problem deyil. Hətta bəzən, bilirəm, ailə, qohumlar var. Hə, o faktorlar da var. Biraz gözləmək daha məqul ola bilər. Hər addımı car çəkməyə ehtiyac yoxdur axı. Bu xarici faktorlar bir yana, bir də bizim özümüzlə gətirdiyimiz daxili yüklər var. Məsələn, mənbələrdə keçmişdə travmatik münasibətləri olan biri ilə yeni münasibətə başlamaqdan danışılır. Aha, çox həssas mövzudur. Deyilir ki, əgər bir insan davamlı olaraq özünə zərər verən, yəni travmatik partnyorlar seçirsə, bu onun özündə də həll olunmamış məsələlərin olduğunu göstərə bilər. Düzdür. Və belə birinin sənin kimi, necə deyim, sağlam biri ilə bir müddət sanki dincəlib, sonra yenə o köhnə, zərərli münasibət dinamikalarına qayıtma riski var. Bu risk, bəli, mövcuddur. Amma, bax, mənbələr onda deyir ki, bu qaçılmaz deyil. Əgər həmin insan öz keçmişini anlayırsa, şuurlu şəkildə fərqindədirsə, yəni öz üzərində işləyirsə. Bəli, lazım gələrsə terapiya dəstəyi alırsa, bu zərərli döngünü qırmaq mümkündür. Amma bu, həmin insanın öz üzərində ciddi işləməsindən asılıdır. Və bu da bizi gətirir duyğuları ifadə etməyin vacibliyinə. Xüsusilə kişilər üçün. Hə. O güclü kişi ağlamaz təzyiqi. Aynən. Cəmiyyətin bu yanlış təzyiqi. Halbuki göndərdiyim bütün mənbələr vurğulayır ki, sağlam münasibətin təməli duyğuları tanımaq və açıq ifadə etməkdir. Bu zəiflik deyil, əksinə emosional yetkinlikdir, gücdür. Necə etmək olar bunu? Materiallarda, məsələn, gündəlik tutmaq, güvəndiyin bir dostla danışmaq, hətta terapiya kimi yollar təklif olunur. Bəs qısqanclıq, o necə olsun? Bu da çox yayılıb axı. Hə, qısqanclıq.
Mənbələr deyir ki, bunun kökündə çox vaxt özgüvən əskikliyi dayanır. Maraqlıdır ki, bu hisslər adətən koqnitiv təhrif deyilən şeydən qaynaqlanır. Yəni, sübut olmadan reallığı neqativ yozursan. Beynində ssenari qurursan yəni. Bəli. Əsas məsələ odur ki, ayırd edəsən. Bu, real bir problemdir, yoxsa sadəcə sənin öz qorxularındır. Partnyorla dürüst danışmaq vacibdir, amma onu idarə etməyə çalışmaq... Hesab soruşmaq, qadağalar qoymaq. Bəli, bunlar münasibəti zəhərləyir. Güvən olmayan yerdə sevgi qalmır. Doğrudur. Və bu güvən həm də qarşı tərəfə fərdi məkan vermək deməkdir. Bax, bu da önəmlidir. Materiallarda vurğulanır ki, münasibətdə məni qorumaq ən azı biz olmaq qədər vacibdir. Yəni, hər şeyi birlikdə etmək şərt deyil. Qətiyyən. Hər kəsin öz hobbiləri, öz dostları, tək qalmağa ehtiyacı olmalıdır. Hər şeyi mütləq birlikdə etmək israrı uzun müddətdə boğucu olur. Sevgi biraz da azadlıq verməkdir, nəfəs almağa imkan verməkdir. Gəldik yenidən lap başdakı o bədən məsələsinə. Kişilər saatlarla idman zalında o həddindən artıq əzələli bədən üçün çalışır. Hə, amma mənbələrdəki araşdırmalar başqa şey deyir. Deyir, qadınların böyük əksəriyyəti əslində daha normal, sağlam, fit görünüşü daha cəzb edici sayır. Eynilə, qadınlar bəzən həddindən artıq makiyajın gözəl olduğunu düşünür. Kişilər də daha təbii görünüşü bəyənir çox vaxt. Sanki bir yanlış anlaşılma var estetik gözləntilərdə. Elədir. Amma burada daha kritik bir nöqtə var. Həddindən artıq əzələ yığmaq və ya ifrat dərəcədə yaxsız bədən axtarışı bu bəzən sadəcə nizam-intizam deyil. Materiallarda bədən dismorfoya deyilən bir psixoloji vəziyyətə işarə edilir. O nədir? Budur ki, insan öz bədənindəki xəyali və ya çox kiçik bir qüsura görə həddindən artıq obsessiv şəkildə narahat olur. Saatlarla bunu düşünür, özünü daxilən qüsurlu hiss edir və bunu fiziki görünüşlə kompensasiya etməyə çalışır. Amma nə qədər əzələ yığsa da... O daxili boşluqda olmur. Çünki problem başqa yerdədir. Aynən. Problem fiziki deyil, psixolojidir. Çox maraqlıdır. Sonda sənin üçün, əziz dinləyici, üzərində düşünməyə dəyər bir sual qoyaq ortaya. Münasibətlərlə bağlı beynindəki o qaydalar, gözləntilər, inanclar, bunların nə qədəri sənin öz şəxsi real təcrübəndən gəlir? Nə qədəri ətrafdan, sosial mediadan, filmlərdən, dost-tanışdan eşitdiyin, gördüyün şablonlardır? Hə, bu çox vacib sualdır. Bu ikisi arasındakı fərqi öz həyatında necə ayırd edə bilərsən? Və hansı inanclar əslində sənə xidmət etmir? Bəlkə də bəzi qaydaları yenidən gözdən keçirməyin vaxtı çatıb, nə düşünürsən?